Əgər insanda iman iradəsi olanda insan, yəni baxmır filan kəs mənə deyər, o birisi kəs mənə deyər. İnsan baxır nəyə? Ki, Rəbbim mənə deyər. Allah mənə deyər. Hansı ki, məni yoxdan yaradıb. Mən heç nə idim, heç bir şey idim. Yaratdı, şəklə saldı. Əlləzi xaləqa fəsəvvə. O Allah ki, səni yaratdı və səni surətə saldı, şəklə saldı. Rəbbim mənə deyər bəs. Hansı ki, işlərimi idarə edən, məni yaradan, ruziləndirən, məni öldürən və sonra da məni dirildib öz huzurunda haqq hesab çəkmək üçün öz huzuruna gətirən Allah. Və həmin gün yevmə la yenfə'u malun və la banun illə men ətəllah bi qalbin səlim. Deyir ki, o gün heç bir mal dövlət, nə də övladlar heç bir fayda verməyəcək. Nə mal dövlət, nə övladlar. Yəni, subhanallah. Bax, Allah Azze və Cəllə demədi valideynlər. Dedi, nə mal dövlət, nə də övladlar.